Dekabrda həqiqətənmi iş çoxdur? Nəyə görə məndə bu sual əmələ gəlib? Çünki artıq noyabrın sonlarından başlayaraq biz yeni görüşlər almaqda çətinlik çəkirik və həmkarlar, dostlar, tərəfdaşlar tez-tez bildirirlər ki, bəs bilirsinizmi, qarşıdan dekabr gəlir, iş çoxdur, ona görə gəlin görüşümüzü təxirə salaq, növbəti il artıq onu təyin edib keçirək. Və müvafiq olaraq düşünməyə başladım ki, nəyə görə dekabrda iş çoxdur? Bizim məhsuldarlığımız mı artır? Biz daha çox məhsul istehsal edirik, daha çox işləyirmi? Və yaxud da bu ilin sonu ilə bağlıdır və belə qənaətə gəldim ki, böyük ehtimal bu ilin sonu ilə bağlıdır və iki məsələ ola bilər. Bir, həddən artıq çox hesabat hazırlayırıq ilin nəticələri ilə bağlı. Hesabatlara bu qədər vaxt sərf eləməyimiz bəlkə o qədər də məqsədə uyğun deyil və məhsuldar deyil və plus hesabat prosesini də avtomatlaşdırmaq mümkündür indiki zəmanədə. Amma düşünürəm ki, əsas səbəb hesabatlar deyil. Əsas səbəb odur ki, biz il ərzində işləri davamlı olaraq təxirə salırıq, uzadırıq, onlara iclasına başlamırıq və ilin sonu artıq başa düşürük ki, daha uzatmağın yeri yoxdur və fövqəladə vəziyyətdə biz o bütün məsələləri həll eləməyə çalışırıq. Məncə planlamaq lazımdır. Onda dekabrda ağır iş ayı olmayacaq. Bəs dekabr barədə siz nə düşünürsünüz?